Gəncə Dövlət Regional Kollecində baş verənlər artıq təkcə idarəçilik problemi deyil, müəllimlərin sağlamlığına və sosial rifahına birbaşa təhlükə yaradan ciddi məsələ kimi qiymətləndirilir. Redaksiyaya daxil olan məlumatlar və iddialar göstərir ki, kollecdə çalışan müəllimlər sistemli təzyiq altında saxlanılır. İddialara görə, kollecin rəhbərliyindən daxil olan şikayətlər fonunda Gəncə üzrə təbib rəhbərliyi müəllimlərin sağlamlıq hüquqlarını qorumaq əvəzinə məsuliyyətdən yayınan mövqe sərgiləyir. Bildirilir ki, bu qorxu mühiti nəticəsində müəllimlərə əmək qabiliyyətsizliyi vərəqələrinin verilməsi süni şəkildə əngəllənir və onların müalicə hüququ faktiki olaraq məhdudlaşdırılır. Mövcud vəziyyət xüsusilə ilkin tibbi xidmət səviyyəsində ciddi suallar yaradır. İlkin həkimin davranışları onun təbibin tabeliyində fəaliyyət göstərmədiyini, əksinə, kollecin direktorunu öz rəhbəri kimi qəbul etdiyini göstərir. Bu isə tibbi qərarların müstəqil həkim rəyinə deyil, qeyri-rəsmi göstərişlərə əsaslandığına dair şübhələri artırır. Qeyd edilməlidir ki, təbib rəhbərliyinin bu passiv və ziddiyyətli mövqeyi Gəncə Dövlət Regional Kollecinin müəllim kollektivini həm sağlamlıq, həm də sosial baxımdan ciddi risk altına salır. Xəstə müəllimlərin işə məcbur gətirilməsi, tibbi arayışların verilməməsi və davamlı psixoloji təzyiq onların vəziyyətini daha da ağırlaşdırır. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, kollecdə semestr imtahanları keçirildiyi halda belə müəllimlərin hər gün kollecdə iştiraka məcbur edilməsi davam etdirilir. Bu hal müəllimlərin yalnız sağlamlığına deyil, eyni zamanda sosial durumuna və maddi vəziyyətinə də mənfi təsir göstərir. Sağlamlıq problemi olan şəxslərin risk altında işləməyə məcbur edilməsi həm təhsil prosesinin keyfiyyətini, həm də insan amilini təhlükə altına qoyur. Baş verənlər göstərir ki, burada artıq qanunlar deyil, qorxu və təzyiq mexanizmi işləyir. Halbuki, əmək və səhiyyə qanunvericiliyi hər bir işçinin, xüsusilə də müəllimin sağlamlığının qorunmasını prioritet hesab edir. Bu cür hallar cəmiyyətdə haqlı narahatlıq doğurur və aidiyyəti qurumların məsələyə hüquqi qiymət verməsini zəruri edir. Müəllimlərin sağlamlığı üzərindən idarəçilik aparmaq nə rəhbərlikdir, nə də dövlət maraqlarına xidmət edir.